Başladıq 5-ci testin izahına. Bir də occur, happen. Aha, biri olacaq da bu. Reign, rule, idarə etmək, hökmranlıq etmək. Settle olacaq da solve, həll etmək. B, C, A variantı. 2-yə baxıram. Borders, borders cəmdədir. E artiklı vermərəm. Cəm və sayılmayan ismə EN artiklı olmaz. Norway ölkədir. Ölkə adı ilə artiklı olmaz. Qalır cavabım A variantı. 3-də announcements isimdir. Tərcüməsini bilməsəm day müəllim necə bilim ki bu isimdir? Baxın, köməkçi ilə nöqtələrin arasında əlavə söz gəlibsə demək o isimdir. Özündən sonra isim istəyən what, which. What kind-ın ofu yoxdur, ona görə səhvdir. 3-ləri çıxdım. 1-2. Hundan sonra mütləq köməkçi gəlməlidir. How'dan sonra mütləq köməkçi gəlməlidir. 1-2 E variantı. 4-ə baxıram. Yenə correct form of the verb feilin düzgün formasını istəyir məndən. Biraz belə gətirim ki, tam görünsün suallar. Aha. Yenə qrup feillər. Ask 3-cü qrupdur. Obyektim gəlibdir. To lazımdır mənə. Bu da olur B variantı. 5-ə gəlirəm. 5 çox qəşəng testdir. Məchul istəyir məndən. Bu cümləni məchula çevirməliyəm. Əvvəla mübtədalarım eyni gəlməz. 3-ləri çıx. Gör nə qədər variantın getdi. Bir hər ikisində var. Biri götürdüm. Qaldım indi 2 ilə 4-ün arasında. Baxın, by them, by us. Mən by nə zaman verə bilirəm? Burada atdığım mübtədanı, məlumda atdığım mübtədanı məchulda yazmaq istəyirəmsə by ilə yazacağam. Mən cümlənin əvvəlində they atmamışam ki, məchulda by them verim. Ona görə 2 səhvdir, qalır 1-4. Sonra 6-ya baxıram. 6-da a person always shows respect. Başqalarına hörmət edir. Polite, nəzakətlidir variantı. Gəldi yenə modala, batla bağlanıb, batdan sonra təsdiqdir. Deməli, batdan əvvəl inkar olmalıydı. Və köməkçisi də dazdır. Need'in köməkçisi özüdür. A-da getdi. Deməli, köməkçisi daz olan lazımdır mənə. Bu da olacaqdı E variantı. 8-ə gəldik. Yenə bağlayıcı gördüm. After. After my train left. Bağlayıcıdan sonra gələcək gəlməz. Getdi. B, D, E variantları. A qaldı, C qaldı. Left keçmiş zamandadır. Keçmiş zamanda gələcəklə uzlaşmaz, qalır A variantı. Deyə bilərsiniz, ay müəllim, yadımdan çıxsa bəs neyniyim? Left yoxsa live başlanğıc forması, yəni hansı zaman olduğunu. Will'in yanına bax. Live forması başlanğıc forma, yəni indiki forma. Deməli, left keçmişdir. Keçmişlə də gələcək uzlaşmaz, qalır keçmiş. 9-da cümlə təsdiqdir, təsdiq verməliyəm. Neither inkardır, either inkardır. Söz sırası so köməkçi olmalıdır. Burada mübtəda gəlibdir. Və baxıram ki, I am going to be going to ifadəsidir. To be olan yerə daz verməyəcəm. B variantı. Sonra Monday, day sözünü gördüm. 10 olacaqdı. English fənlərlə də in olacaq B variantı. 11-də make-up time. Baxın, sual cümləsidir bu. What time 1. Sual sözündən sonra köməkçi gələr 5. Köməkçidən sonra mübtəda gələr 3. 1, 5, 3 olur C variantı. Baxaq. What time do you usually finish work? Bəli, olur C variantı. 12-də vegetables cəmdədir. Maçdan sonra sayılmayan gələr. Baxaq görək, başqa nə var? Başqa heç nə. İkinci tərəfə gəlirəm. Fresh gəlibdir. Fresh təzə deməkdir. Adi dərəcədir. Elotdan sonra sifət zərf gəlmir. Elot feildən sonra gəlir. A little müqayisə dərəcəsidir. C-dı qaldı. Enoughdan sonra isim gələr. Sifət zərf enoughdan əvvəl gələr. Qalır C variantı. Mübtəda xəbər uzlaşması yenə apostrof var. Apostrofdan sonraya baxıram. Cottage sözünə təkdədir. Bir voz götürəcəm. Will be-ni də götürə bilirəm. Çünki will həm təkdədir, həm cəmdədir. Word cəmdi getdi, have cəmdi getdi. 1-3 qaldı.